Demək, mən 2022-ci ildə Şərur MTK-dan, Jasmin Parkdan, Saraydan, 7-ci mərtəbədən 3 otaqlı 73,5 kvadrat təmirsiz kreditlə ev aldım. 20.000 ödədim. Aylıq da 585 manatdan olmaqla 4 illik kreditə götürdüm. Və hər ayda bunu ödəyirdim. Müqavilə bağladıqda müqavilədə göstərilmişdi ki, 2 ay gecikmə olarsa, bu ev yəsinə deyilmədən digərinə satılacaq. Bəli, elə yazılıb. Mən də elə olurdu 3 ay gecikirdim, 3 ay birdən ödəyirdim, 6 ay gecikirdim, 6 ay birdən ödəyirdim. Orada məsələ burasındadır ki, nağdı pulla ödəyirsən. Yəni, onların hesabı yoxdur. Mən hər dəfə gəlib deyirdim ki, sizin iş vaxtınız mənim də iş vaxtına düşür. Xahiş edirəm, bir hesablayın, oraya ödəyim. Onlar da hər dəfə yola verirdilər mənə. Deməli, hər dəfə mən Sumqayıtdan gedirdim Bakıya, iş vaxtı, hər ay gedirdim Hollywood Şadlıq Sarayında 2-ci mərtəbədə ofislərinə. Minimum 50 nəfər adam olurdu orada. Onlar da pul ödəmək üçün gəlirdi. Və oradan da 3 nəfər var idi. Biri harasa bir 55-60 yaşlı kişi idi. Biri harasa 50 yaşlı qadın idi. Bir də cavan qız idi, harasa 25-30 yaşlı qız idi. Onlara ödəyirdim. Onlara da mən özüm də deyirdim ki, bəs burada yazılır, bax 2 ay geciksə belə olacaq. Deyir, ona fikir vermə. Əsas İTOQ-da, tutaq ki, məsələn 2025-ci ilin 10-cu ayında bitirməlisənsə, İTOQ-da bütün bunlar hamısı düz gəlsin. Və mən də belə ödəyirdim. Tutaq ki, 3 ay bir ödəyirdim, 9 ay bir, 6 ay bir ödəyirdim və onların mənə verdiyi sənəddə də bu var. 3 il idi belə ödəyirdim. İndi də sonuncu ödənişim olmuşdu fevral ayında. İndi də gəldim 1600 manat cibimdə pulla ki, 3 ay birdən ödəyim. Gələn ayda ödəyim. Dedilər, sən qırmızı dəftərdəsən. Dedim, niyə? Dedilər, bəs 2 ay gecikimcə. Dedim, başa düşmədim, mən əvvəl deyilirdim. Hani o adamlar? Dedi, o adamlar işdən çıxıb. Təzədən getdim, İsfəndiyar müəllimlə görüşdüm. İsfəndiyar müəllim bir qulaq asmadı ki, o bu şəkildə. Dedi ki, sənə 43 min cərimə yazmışıq, onun 30 minini ödəyərsən. Xoşun gəlmir, çıx evdən. Neysə, təzədən gəldim aşağı, bir də oradan-buradan xahiş elədim. Ona bir də yaxını, öz lap yaxın adamı xahiş elədi. Bu mənim götürdü cəriməmi 20 min elədi. Deyirəm, qardaş, niyə edirsən bunu? Qulaq asmır da, adamla danışa bilmir, yaşlı adamda, adam da çox şey eləyə bilmir də, danışa bilmir. Dedi ki, bəs evin qiyməti indi bahadır, əvvəl sən orada 650 manat idi, indi 1200 manatdır deyir. Sən cərimə ödə deyir. Deyirəm, niyə axı da sənin işçilərin mənə deyib də, mən 3 ildir sənin mənə verdiyin cədvəli də çıxartdım, onlardan çıxartdım. Dedim, bu mənim ödənişimdir. Bax da, burada 6 ayda gecikib 6 ayını ödəmişəmsə, 3 ay gecikib 3 ayı ödəmişəm, görürsən də sənin bu mənə verdiyindir. Deyir, o işçilər mənə aladım, mən onları işdən qoymuşam. Mən neyniyim? O işçilər mənə 3 il idi, necə deyirdi, elə də ödəyirdim də, sənin işçilərin idi də. İndi o işçilərlə həll elə də, mənə niyə durduğum yerdə cərimə yazırsan? Əgər belə idisə, mənə 3 ildir belə ödəyirdim, mənə indi niyə deyirsiniz bunu? İndi deyir ki, ev alıram əlindən, bəs ya da ki, 20 min üstə ödə.